Salam aleykum. Sizə bir dənə yaxşı ev çıxarmışam satışa. Gələn mənə bax budur. Həqiqətən də gələn mənədir. Çox gözəl bir evdir. Qiymətinə görə də əla bir qiymətdir. Şəxsi tikili evdir. 2 mərtəbəli. Baxın, malarik betonuna qədər vardır. Çox gözəl bir evdir. Wi-Fi-imizə qədər var. İsti pol, nə deyirsən bu evdə var. Paket kupçalıdır, ipotekaya yararlıdır. Biraz məbləğ var əlimizdə. Varsa, bunu ipotekaya sala bilirsiniz. Yəni ipotekaya yararlıdır. Hal-hazırda ipoteka açıldı. Burada da geniş belə bir zalımız var. Çox gözəl bir evdir. Qiymətinə görə də əla bir qiymətdir. Qiymətini sizə deyəcəm, çox uzatmayacağam. Qiymət 122.500 manat. İpotekaya yararlı. Yəni həqiqi belə bir ev. 2 dənə hamam sanuzel, 4 otaq, 1 mətbəxdir. Burada da hamam sanuzelimiz var. Burada da geniş belə bir mətbəximiz var. Kimlər də ev satmaq istəyir, müraciət eləyə bilər. Fərqi yoxdur. Yerindən asılı olmayaraq, harda ev satırsınızsa, müraciət eləyə bilərsiniz. Yəni qiymətinə görə əla bir qiymətdir. Bugünkü gün belə bir qiymətlə həqiqətən ev yoxdur. Yəni normal evdir, qəşəng bir evdir. 3 otaq, 3 otaq yuxarıdadır, 1 otaq, 1 mətbəx də aşağıdadır. Burada da bir geniş belə bir hamam sanuzelimiz var. 2 mərtəbəlidir. Sağda belə bir yataq otağımızdır. Baxın, geniş yataq otaqdır. Yəni belə bir evin içində kombinat xuna mebeli qalacaq. Belə sizə söz danışıqdan asılıdır. Yəni sizə söz əşyaları da qala bilər. Burada da geniş yataq otağımız var. Harda? Masa zırda. Masa zırda liderdən döndün, dönən kimi gəlib çıxırsan bu evin içində. Liderlə bunun arasında 50-60 metr məsafə var. Burada da bir dənə yataq otağımız var. Buradan da balkona çıxışımızdır. Balkona çıxışdır. İndi çöldən də sizə göstərəcəm. Baxın, bu da çöl görünüşüdür. Yəni çox gözəl bir evdir. Qiymətinə görə də əla bir qiymətdir. Qapısının ağzına qədər asfaltdır. Yəni normal evdə həyətinə maşın girir. Yenə deyirəm, ipotekaya yararlıdır. Bugünkü gün bu qiymətlə belə bir ev 122.500 manata ev həqiqətən yoxdur. Yəni bu cür ev yoxdur. Geniş otaqlar, geniş həyət, yola yaxın, qapısının ağzına qədər asfalt ev yoxdur. Sağ olun dostlar.